Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 18 saylı Körpələr evi uşaq bağçasında 8 noyabr Zəfər günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə bağçanın pedaqoji kollektivi, tərbiyəçilər və körpə fidanları iştirak ediblər. Zəfər gününə həsr olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilib. Daha sonra balaca fidanlar vətənə və qəhrəman şəhidlərimizə həsr olunan şeirlər söyləyib, mahnıları ifa edib, səhnəcikləri nümayiş etdiriblər. Uşaqların çıxışları tədbir iştirakçılarına həm qürur, həm də duyğulu anlar yaşadıb. Allah qısalsın şəhidlərini, yaşasın yenilməz idil əsgər. Əzizlər başını yağı düşməli, bir də əl qaldırıb dil uzatmasın. Kəsiblər uzanan xain əllərim, bir də torpağına əl uzatmasın. Lan bizim milatın bizimdir, Gəlbəzər süreli atam bizimdir. Düşmən bir də yuxusunda qoyacaq, Azərbaycan zəfər günü mübarək. Ya, düğün səsli, ya, yaşadı xalqımız, qanan axdı, zənət etdi, adat oldu torpağımız. Bağçanın müdiri Vəfa Xudadatova çıxış edərək 44 günlük vətən müharibəsində əldə olunan tarixi qələbənin xalqımızın birliyi, ordumuzun gücü və Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində mümkün olduğunu vurğulayıb. O bildirib ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və gələcək nəsillərin yaddaşında daim yaşayacaq. Tədbirin sonunda xatirə şəkili çəkdirilib. Qeyd edək ki, bu cür tədbirlər körpə yaşlarından uşaqlarda vətənə məhəbbət, dövlətə sədaqət və milli ruhun aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. Nizam Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.